ABŞ dron sahəsində yeniliklərə imza atmağı planlaşdırır. İranla müharibədən sonra Vaşinqton PUA-larla bağlı siyasətində dəyişikliyə fokuslanıb. Diqqət çəkən məqam isə bu məsələdə Prezident Donald Trumpın oğullarının iştirak etməsidir. Belə ki, Donald Junior və Eric Trump dron sahəsinə investisiya yatırıblar. Bu PUA-ların körfəz ölkələrinə satılacağı deyilir. Çünki müharibə bu bölgənin müdafiə ehtiyacını artırıb. Məlumata görə dronlar sözü gedən ölkələri İranın hücumlarından qoruyacaq. Hətta yaxın şərqdə dron nümayişlərinin başlanıldığı bildirilir. Xarici nəşrlər yazır ki, dronlar Pentagon üçün əsas satın alma məsələsinə çevrilib. Tələbatın artdığını hiss edən Vaşinqton isə investisiya yatırılması ilə prosesə daxil olub. Layihəyə əsasən istehsal olunan dronlar Arizona ştatındakı hərbi bazada nümayiş olunacaq. Yalnız bundan sonra Pentagona təhvil veriləcək. Bu, Pentagonun Çin idxalına qadağa qoyduqdan sonra yaranan boşluğu doldurmaq üçün ayrılan 1,1 milyard dollarlıq dron istehsalı proqramından pay almağı hədəfləyir. Çin menşei insansız hava araçları teknolojilerini yasakladığı için buradaki boşluğu ABD Başkanı Trump oğullarıyla birlikte bir şirket kurarak bu boşluğu doldurmanın peşinde. Trump kendi kasasına söz konusu Orta Doğu ve tabii ki Rusya-Ukrayna arasında devam eden savaşla birlikte krizi fırsata çevirme stratejisi aynı zamanda uyguluyor. Trump'ın uzun vadede unutulmaz başkan profilini de öncelikle ortaya koyuyor. Yani bir yandan savaş çıkaran bir ABD başkanının olmaktan ziyade diğer yandan da yerli ve sanayi alanında hamleler yapan başkan olma. Guardian 2 adlı sistem ucuz, yarı avtonom və yüksək sürətli əks-dron interseptorudur. Texniki baxımdan uyğun olsa da, bu razılaşmanın Trump ailəsi ilə əlaqələrinə görə diqqət mərkəzinə düşəcəyi gözlənilir. Məsələ Silikon vadisinin də diqqətini cəlb edib. Kaliforniya ştatında yerləşən bu ərazi texnologiyanın və milyard dollarlıq planların yarandığı mərkəzdir. Hətta hərbi süni intellekt və dron startaplarına bu xüsusda böyük yatırımlar yönəldildiyi bildirilir. Bu, prezident ailəsinin müharibədən böyük qazanc əldə etdiyi ilk hal olacaq. Trump qardaşlarının dron istehsalı vasitəsilə səhmlər qazanacağı bildirilir. Ağ Ev rəhbərinin federal xərcləri azaltdığı bir vaxtda dövlət vəsaitlərini ailəsinə yönəltməsi suallar doğurub. Müharibə Nazirliyi daha əvvəl Eric Trump'ın investisiya etdiyi bir İsrail PUA şirkətini 1 milyard dollardan çox dəyərində dron alınması proqramına dəvət etmişdi. Bu, Trump qardaşlarının müharibə iqtisadiyyatına aktiv şəkildə daxil olmasıdır. Prosesin əhali arasında qıcıq yaratma ehtimalı da var. Bunun ABŞ vergi ödəyicilərinin vəsaiti hesabına qazanc əldə etməklə əlaqəli olub-olmadığı şübhə yaradır. Donald Trump'ın konqresdən 1,5 trilyon dollar hərbi büdcəni təsdiqləməsini istəməsi də diqqət çəkir. Çünki sözü gedən məbləğ əvvəlki müdafiə xərclərini xeyli üstələyir. Trump'ın ötən ayki çıxışı da bu baxımdan diqqətdən yayınmayıb. For daycare, because the United States can't take care of daycare. Mən onlara belə dedim, uşaq qayğısı üçün pul göndərməyin. Çünki ABŞ uşaq qayğısını təmin edə bilməz. Bu ştatların işi olmalıdır. Onlar da bunun pulunu ödəməlidirlər. Vergiləri artırmalı olacaqlar, amma ödəməlidirlər. Müəyyən qədər onların vergilərini azalda bilərik ki, kompensasiya olsun. Amma uşaq qayğısı, Medicaid kimi bütün bu fərdi sahələri federal səviyyədə maliyyələşdirmək mümkün deyil. Böyük ölkəyi, 50 ştatımız var, müharibələr aparırıq. Yalnız bir şeyə diqqət etməliyik, hərbi müdafiə. Ölkəni qorumalıyıq. Donald Trump'ın oğullarının onun yenidən prezident seçilməsindən sonra biznes fəaliyyətlərini genişləndirdikləri bildirilir. Onların investisiya etdiyi və ya məsləhətçi olduğu şirkətlər kriptovalyuta layihələrindən tutmuş, raket hissələri və nadir torpaq metalları istehsal edən federal podratçılara qədər müxtəlif sahələri əhatə eləyir. Bəzi ekspertlər bunu etik pozuntu kimi dəyərləndirirlər. Lakin Trump qardaşları bu işlərdə atalarının iştirak etmədiklərini bildirirlər. Bu məsələləri demokratlar da yaxından izləyirlər. Hətta yanvarda konqresdə demokratlar Pentagonun Trump'ın oğulları ilə əlaqəli şirkətlərə kredit və müqavilələr verməsinin maraq toqquşması ilə bağlı olub-olmadığını araşdırmaq üçün məlumat tələb etmişdilər.